Dediniz ki, Mədinə əgər kültürüdürsə, o başqa ölkə üçün keçərli deyildi. Amma bugün dini dəyərlərin, ritualların o Mədinənin sərhədini çox keçib. Bugün İslam ölkələrin hamısı oradakı dini kültürü davam elətdirir öz ölkəsində. Əslində Mədinə toplumun özü də elə müasir inteqrasiya baxımından fərqli-fərqli mozaik etnosların bir araya gəlib, konfessiyaların bir araya gəlməsi. Mədinədə kimlərdir? Mədinəyə hələ Məkkədən hicrət edənə qədər yaşadığı Yəsrib deyilən ərazi, bədheybət, demək, pis bir ərazi kimi iqliminə görə qeyd olunurdu. Sonradan o Mədinə adlandırılmağa başladı və orada da maraqlıdır ki, əsas icmalar kimdir? Xristianlar, Yəhudilər, eyni zamanda müşriklər və İslam olaraq tanıdılan, yəni bu adlar altında və sonra da yeni, demək, müsəlmanlar. Müsəlmanların da özləri iki hissəyə ayrıldılar. Gəlmələr, deyək ki, bir də yerlilər və bu xüsusiyyətdə belə bir fərqli bir konfessiya və etnik elementlərin idarə olunmasından söhbət gedirdi. Onda hər kəsin həm dinini qorumalısan, amma iqtisadi münasibətlərin də müəyyən sağlam zəmində aparılmasına təminat verməlisən. İslam dövlətləri də əslində Mədinə modelində, sonraki xəlifələrin dövründə də bu prinsipi davam etdirməyə başladılar. Amma bu prinsip o zamana qədər davam eləyir ki, sən öz hüdudların içindəsən və digər tərəfdən bir sıra addımların spesifikası sənə aiddir. Amma müasir dünya artıq, deyək ki, Çinlinin, Yəhudinin, Amerikalının, Avropalının dünyasıdır. Çünki texnoloji kəşflərin %95-i, %99-u, hətta müsəlmanların belə kəşf elə, Əbdüssalamın belə hansısa bir şəkildə elmdə nailiyyəti, deyək ki, Avropa laboratoriyası ilə bağlıdır. Əbdüssalamı, deyək, Pakistanda Əhmədiyyə təriqətinə üzv olduğuna görə təriqəti kafir elan elədilər. O da Pakistanda neçə mütəxəssislər yetişdirəcəkdi. Orada atom sənayesinin inkişafına xidməti vardı. Pakistandan küsüb getdi. Yəni demək istədiyim odur ki, yəni bir elm adamları belə müəyyən mühitdə özlərinə yer tapa bilmirlər. Harda azadlığını, ya sağlamlığını qoruya bilirlər? Avropa məkanında. Və indi kommersiyalaşma məsələsi də əslində nəyə gətirib çıxardır? Dindən çox, dinin mənəvi tərəfindən çox din kültürünün mühafizə olunmasından söhbət gedir. Və bunu da hər kəs öz baxış bucağından eləməyə çalışır. Məsələn, bu günləri israfçılıqdan danışırsa, İslam ölkələrində olan israfçılıq heç yanda yoxdur. Ramazan ayından tutmuş 100 dəfə moizə oxunur, 100 dəfə təbliğ olunur ki, bu qədər yemək, demək, sərf eləməyin, bu qədər alış-veriş eləməyin, bu qədər, deyək ki, insanların müəyyən dərəcədə maddi cəhətdən çox mənəvi cəhətdən yetişməsinə yönəldin prosesləri. Bunu müşahidə eləmirsən. Və bu nə deməkdir? Bu bütövlükdə həm də süni şəkildə Qərbin müəyyən elədiyi, tutaq ki, liberalizmdir, kapitalizmin müəyyən mərhələlərində ortaya çıxan iqtisadi modellərdir, ya sosialist, ya faşist modellərinə alternativ olaraq bir süni İslam, demək, ekonomisi modelini qoydular. Hətta Qəddafi kimi siyasətçilər yaşıl kitab buraxdılar, yaşıl kitabda əsaslandırmağa çalışdılar ki, sosializmin əsas prinsipləri ilə İslamda nəzərdə tutulub. Müəyyən irəliləyişləri, tərəqqini ehtiva eləyən bütün ideologiyaların, bütün düşüncələrin qaynağının İslamdan götürülməsini müəyyən təbliğ eləyən bir anlayış önə çıxmağa başladı. Əslində bu İslamın özünün elə təhrifində əsas rolu bu oynadı. Yəni sən bir ayrıca dinsən və bu dinin də modelində xristianlığın və yəhudiliyin özünün qeyd elədiyi kimi sağlam təməlləri tutur. Yəni Quranın əsas mətnləri kimin üzərindədir? Musa üzərində, İsa üzərindədir. Və sonradan onun yaxşı əxlaqı, Peyğəmbərimizin də söylədiyi model budur ki, mən gözəl əxlaqı tamamlamaq üçün gəldim. Gözəl əxlaq kimdir? İsa'nın əxlaqı, Musa'nın əxlaqı və Peyğəmbərlərin əxlaqı. Ona qədər ki, olan yaxşını seçib, yaxşını Quranda, demək, Allah tərəfindən bütünləşdirib, insanlara təqdim
təqdim elədim və mən də bunu insanlara təbliğ edirəm. İndi belə bir vəziyyətdə yaxşını seçmiş və o varisliyi götürmüş bir anlayış özünü o varislikdən ayıraraq o konvensiyalara qarşı düşmən modelində göstərməyə çalışır. Ayrıcalığı bilirsiniz nəyə oxşuyur? İnsan özünü təkmilləşdirmək əvəzinə, bizdə də cəmiyyətdə var, qonşusu ilə müqayisədə hər bir həyatının istiqamətini müəyyənləşdirir. Qonşusunun maşını varsa bunun da olmalıdır, evi varsa olmalıdır. Qonşunun oğlu universitetə giribsə bunun da oğlu savadsız da olsa girməlidir. O hansısa bir pul qazanırsa bu da qalmalıdır. O maddi məsələ və nəfs məsələsidir. Amma din isə bunlardan uzaq tutur insanı.